Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Tanınmış teleaparıcı Zaur Baxşəliyev məhkəməlik olub. Günün xəbərləri teleqrafla istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail rayon məhkəməsində baxılıb. Aparıcının cinayət məcəlləsinin 147, 1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən Bizimlə Sənə verilişində adı çəkilən Nərman Rəhimov olub. Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb. Barəsində Nərman gedib Rusiyaya 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var cümləsini işlədib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil. Rəhimov Nərman özü bizim verilişə gələrək ona stop qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi. Biz də onu dəvət etdik.